əməkdar artist Aybəniz Haşimovaның qızı bloger Nişan Quliyevanın adından dələduzluq edən şəxslər tapılıb artıq. Bu ictimailəşmişdi. Mətbuatda bəzi məlumatlar verilmişdi ki, bu ailədə aldadılıb. Bizim media xəbər verir ki, Bakıda Nişan Quliyeva sosial şəbəkə hesabında paylaşım edib. Bugün çox sevincli bir xəbər aldıq. Mənim adımdan istifadə edərək anamdan pul istəyib oğurlamışdı. Polis həmin oğurlar tapdı və bugün pulumuz geri qaytarıldı. Aynı Nişan bildirilib. Doğrudan bir müddət əvvəl Aybəniz Haşimova Telegram hesabından yazmaqla qızının adından istifadə edərək ondan 1200 manat pul alındığını açıqlamışdı. Aybəniz xanım özü də açıqlama vermişdi. Telegram hesabında yazmışdı. Daha doğrusu 1200 manat ondan almışdılar. Siz bilirsiniz ki, indi insanları aldatmaq daha asan olub. Bəzi proqramlarla, bəzi linklərlə, intellekt səslə, intellekt görüntülə insanlar aldadırlar. Ona görə hər birimiz ehtiyatlı olmalıyıq. Əgər Aybəniz Haşimovanı aldadıblarsa, demək hər kəs bu aldanmaya, bu zərbiyə, bu oğruluğa, yəni kimsə ondan pul ala bilər də, məruz qala bilərlər. Daha doğrusu ona görə ehtiyatlı olmaq lazımdır.